Dünənki hekayənin davamı qızlar. Beləliklə mən başa düşdüm ki, mənə xoşa gəlməz kommentlər yazan əziz rəfiqəm idi. Əvvəl ona heç nə demədim, əmin olmaq istədim. Şəklin üstünə bastım və həmin xeytirin profili açılıb. Əlbəttə ondan soruşdum ki, bu nə deməkdir? Rəfiqəm boynuna almadı. Dedi ki, Instagramı qırıblar, sonra dedi ki, özü o xeytirin səhifəsini qırıb, mənə demək istəyirdi, amma yadından çıxıb. Mən ad günümü pozmaq istəmirdim, ona görə uzatmadım. Amma o vaxtdan həmin rəfiqəmlə əlaqəni kəsdim. Bu hekayə əslində mənə yox, başqa xarici bir blogerə aiddir. Sizin üçün tərcümə edib danışmaq istədim. Bəs sizin həyatınızda belə bir şey olub ki, güvəndiyiniz bir insandan məyus olmusunuz və ya sizə xəyanət eləyiblər? Əgər istəsəz, mənə şəxsi mesajlara yaza bilərsiniz. Mən sizin hekayənizi anonim danışacağam. Sizi qarşıdan gələn bayramla təbrik edirəm və sizə ancaq ürəyi təmiz olan insanlarla qarşılaşmağı arzu edirəm. Ümid edirəm məndən incimədiniz, çünki hekayənin əvvəlində belə başa düşmək olar ki, özümdən danışıram. Amma əslində bu çox məşhur janrdır. Kimsə evdə təmizlik işlərini görə, kimsə makiyaj edərək və ya sadəcə divanda oturaraq izləyicilərin hekayələrini və ya internetdə tapdığı maraqlı məqalələri danışır. Mən də çalışacağam ki, bu rubrikanı davam edim. Öpürəm sizi qızlar.